Qarabağ bugün UEFA Çempionlar Liqasında tarixi oyuna çıxır. Ağdam təmsilçisi səfərdə məşhur Enfield Roadda Çempionlar Liqasının ən çox qazanmış komandalarından olan Liverpulla qarşı-qarşıya gələcək. Liqa mərhələsinin startında rəqiblərimiz açıqlananda 3 xal toplayacağına ümid etmədiyimiz komandamız İngiltərədə bir xal ala bilsə, daha bir tarix yazaraq play-offa çıxacaq. İlk baxışdan bu mümkün görünmür, amma sürprizlər edən Benficanı səfərdə, Eintrachtı evdə məğlubiyyətə uğradan Ağdam təmsilçisindən istənilən nəticəni gözləmək olar. Əslində xal almaq üçün münbit şərait də var. İngiltərə Premier Liqasında uğursuz nəticələr qazanan Liverpool ətrafındakı söz-söhbətlər komanda daxilində gərginlik yaradıb. Baş məşqçi Arne Slot'a həm media, həm də klubun sabiq oyuncuları tərəfindən böyük təzyiq var. Bütün bunlar isə bizim xeyrimizədir. Ziyanımıza olan tək məqam isə turnir cədvəlində 4-cü olan Merseyside təmsilçisinin birbaşa 8-də 1 finala vəsiqə qazanması üçün xala ehtiyacı olmasıdır. Aktivində 15 xalı olan Liverpoollular 3 xalla play-off mərhələsini oynamadan növbəti raunda çıxa bilər. Bəs Qarabağ Arne Slot'un komandasına uduzarsa növbəti mərhələyə necə adlaya bilər? Bu halda Qarabağın növbəti mərhələyə adlaması üçün turnirdə mübarizə aparan Brügge, Kopenhagen, Napoli, Olympiakos, Atletik, PSV, Monaco, Bayer və Marseille kimi komandalardan ən azı 3-ünün xal itirməsi lazım olacaq. Top fərqi 2 olan Qarabağı üstələmək üçün 3 komandaya heç-heçə də bəs edə bilər. 6 komanda isə mütləq qələbə qazanmalıdır. Brügge ilə Marseille Olimpikinin bir-birini üstələməli olduğunu nəzərə alaraq, digər rəqiblərdən ikisinin maksimum nəticəyə imza atmaması Ağdamlar üçün kifayətdir. Barcelona evində uduzacaqsa, Bayern xalsız qalacaqsa, Chelsea, Ajax, Sporting və Juventusun hamısı məğlubiyyət alacaqsa, Qarabağ üçün Çempionlar Liqasında mübarizə bitəcək. Amma bütün bunların baş verməsi sensasiya olar. Ona görə də yuxarıda sadaladığımız komandalardan cəmi ikisinin büdrəməsi təmsilçimiz üçün yetərlidir. Görünən odur ki, əgər möcüzə baş verməsə, Qarabağ play-offa adlayacaq. Qarabağın baş məşqçisi Qurban Qurbanov onları maraqlı oyunun gözlədiyini bildirib. Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. Liverpoolun heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər. Qeyd edək ki, Liverpool-Qarabağ oyunu yanvarın 28-dən 29-una keçən gecə baş tutacaq. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.